Bəbəsi, hətmə az eşidirəm, adlı konkretli sözümdür. Hə bir bagat şey al. Bagat sözə bax, hə. Tok burada, mənim nə söz day? Ay ana, mən neyiniyim, mən nətər eləyim? Mən bu sevda ilə məhəbbəti barışdıran bunlar dalaşır. Mən barışdıran bunlar dalaşır. Da mən eşit eləməyəcəm. Nə dedim ki, sizin dəfə, axırınızda var? Dedim, mən barışdıram. Bir də dalaşsalar mənlik deyil. Mən sözümün üstündə dururam. Mən Şıxəlinin nəvəsiyəm. Özlərinin baqatısı olsun. Sağ ol, ay oğul. Elə mən də onu demək istəyirəm. Bax, mənim belə ürəyimdən xəbər verdin. Ayə, sən Şıxəlinin nəvəsisən, ey Şıxəlinin. Şıxəli bacısı üçün nələr eləməmişdi. Şıxəli ilk kişiydi ki, sevindiyindən bacısının toyunda lambada oynamışdı. Kətdə qardaşım bacı toyunda oynamağını Şıxəli mod salmışdı. Neyim, durum lambada oynayayım ayağım. Hayır, demirəm, ey lambada oyna. Deyirəm, indi qardaşsan da, nə belə bir şey fikirləşirəm, səninlə məsləhət eləyirəm. Bu sevdi ilə məhəbbəti gətirək 1-2 ay qalsınlar bizdə, bir-birinə belə örgəşsinlər, isnişsinlər. Ondan sonra çıxıb gedərlər gən öz evlərinə, qodun alım, nə deyirsən? Baqatıma batdı. Ay ana, məhəbbətlə sevdə bizdə qalsa, qismətlə vəfa harda qalacaq? Onlar da geçsinlər, özlərini ev tapsınlar. Buyur. Doğrudan, onlar geçsinlər, onlar özlərini ev tapsınlar. Bəs yaxşı, onda bu qismət kilə kim desin ki, evdən çıxsınlar? Ay ana, yaxşı da, mənə də yox da. Yaxşı, mən deyərəm. Çak. Bacanaqlar restoranında müştərilərin sayı günü-gündən azaldıqca işçilərdə soslu oyunlara maraq daha da artırdı. Nədir? Restoranda iş yox, alver yox, dolana bilmirik. Belə geçsə Dubaydakı mənim otelim var, tikdirdiyim otel, Burjarab. O sən mi? Neçə ildir mən onu tikdirmişəm adına, Burjarab. Belə də mi? Yoxdur ingilis. O 8-18 metri daxil. Belə geçsə 18 metrini satacam Abbas. Olanma olmur, neyini? Bizim alverimizi bu yanımızda açılan restoran yaman öldürüb. İnanırsan, orada dayanmağa yer yoxdur. Müştərilər yeməyi ayaq üstə yeyirlər. Adam bax belədir. Ağlıma bir şey girib, Teymur. Deyirəm, gedək hər yanda şayə yayaq ki, onların restoranında camış ətindən pişirirlər yeməkləri. Yəni deyirsən bir effekt olar onu. Necə yəni effekt olar? Əlbəttə ki, effekt olar. Onlar birinci kəlmə qayıdıb dedilər ki, onların restoranında, yəni bizim restoranda bitini ata ilə pişirdik. Bir dənə adam görürsən bizim restoranda? Yox, görmürsən. Bizi yaman şərrədilər yolda. Abbas, sən yeməyə nə pişirmirsən? Müştəri var yemək pişireyim. Kim deyirsən adamla? Leylində əvvəzinə gəlib adama səbirləşdirir. Hoş gəlmişsən qardaş. Yeməyə nə var qardaş? Yeməyə? Abbas, yeməyə nə var tam? Yemək hələ hazır deyil, qardaş. Çap baxırsan, deyirəm yemək hazır deyil hələ. Deyirəm, ay Ceyran xala, nə xoşbəxt anasan ey. Bacım, sənin 2 qızın var, ikisi də yanında. Ay bəsdi, belə bir söz var. Deyirlər ki, elə bir müsəlman yoxdur ki, onun 2 qızı olsun, ikisinə də yaxşı baxsın, qızlar da onu cənnətə salmasın. Hərdən sənə baxıram, bir saycamın paxıllığım tutur ey. El ona görə də davlenim kəllə çaxdadır. Bilsən nə istəyirəm Ceyran xala, istəyirəm belə məhəbbətlə sevdanı gətirin, biraz yanımda qalsınlar dayına. Bəs vəfa ilə qismət harada qalacaqlar? Nə bilim ay Ceyran xala, vəfa ilə qismətdə bir kiriyə ev tutsunlar, geçsinlər qalsınlar orada. Sən də biraz balandan ayrı düşərsən, sonra da sən bana baxıb mənim paxıllığımı çəkərsən. Biri duruk taklar etlerine girdik. Taklar. Sıkıştım. Halinde kalmışım.
Gelib 130 minlik maşını Dragnet motosikletə dəyişib gəlib üstümə. Ciyarım dağıldı. Evin yanından düz restoran yanına kimi sənin dalına qaça-qaça gəlməkdən. Yaxşı qırmızı ışığa düşdüm, minə bildim. Piri durq saat demədim, apar motosikleti qaytar bizim cüzgümüzü götür gəl. Ne dəyişmədin? Tapmağa tapdım Talih müəllim adamı. Prosto dedi ki, 2 ay gözlə bu qış çıxsa, ondan sonra gəlib götürəsəm, mən də yazırım, gəldim xəstələri beləyərdim. Bak Qunqüz, ondan çıxanacım biz öləşi yeri, sən xəstəsən, piri dur, nıxvatay kimi. Etibar, ya, konsentilin qavar ya, İstanbul. Amma Talih müəllim, dünən məni qaqaşdan xahiş elədim, oturdum onun cifinə, kodladım, biraz sürdüm. Deməli, kondisioner işləyir, sideniya qızdırıcı işləyir. Adama bir ləzzət eləyir ki, adam o cifdən düşüb motosikletə oturmaq istəmirik. Piri dur, bas o da ne dəyişdir? Mənim 130 minlik cipini verir, buna dranglet alıb gətirdi üstüne. Akşama gedib Etibar, mənim maşınımı yatırıb gəlirsən. Mən hörmətli şəxsiyyətli adamım. Mən bu axşam da evə gidində səni qucaqlayıb gedəsi deyiləm. Baya düşdün? Düşdüm Talih müəllim, amma Yevlaxda da o axşama götürəməyəcəm. Bəsdir bizi evdən çıxartmaq istəyir, hə? Ay qız, narahat olma. Mən Talihlə danışacağam, hər şeyi yoluna qoyacağım. Sən danışma heç olmasa. Talih sənin sözünə qulaq asan olsaydı, indiyənə qədər sən qaynananla bir evdə qalmazdın. Talih. Ay mama, Arzu sən də hələ qismətə bir söz deməyin də bizim evdən çıxmaq barəmizdə. Yoxsa qismət baxmadı, kişi xeyli ağıdır. Birdən özünə nəsə eləyər. Niyə bu boyda restoranda heç kəs yoxdur? Talih müəllim, mən çox üzr istəyirəm. Siz bizimlə hesab eləyirsiniz. Heç kəs yoxdur, biz kimi, biz adam deyilik burada. Ama demirəm, müştərilər deyirəm, niyə müştəri yoxdur? Talih müəllim, səbəb odur ki, biz dünya mətbəxindən istifadə eləmirik. Bizim problem budur. Avropa mətbəxi. Bas milli mətbəxdən işlə pişirə bilmir. O nə qədər Avropa mətbəxi, dünya mətbəxi nədir? Niyə mənə əsəbləşdirirsən? Talih müəllim, sən niyə əsəbləşdirirsən? Niyə əsəbləşdirirsən kişini? Nə işin var? Mən düz deyirəm. Görürsünüz Talih müəllim, kəsən də deyir ki, burada şurba salat düzəldin, siz də əsəbləşdiniz. Yox, yəqin mən burada olmayanda siz müştərilərlə yaxşı rəftar eləmirsiniz. Özünüzü dağıtırsınız, yekəxana aparırsınız, müştəri də baxırsan yekəxanasınız. Yox, Talih müəllim, nə yekəxanalıq? Biz müştərilərin yanında bir-birimizlə şit zarafat edirik. Çox sadə aparırıq özümüzü. Üstəlik ki, müştərilərlə bizim aramızda problem yoxdur. Ünsiyyətimiz əla, rəftarımız da xoşdur müştərilərlə. Hər şey qardaşımdır. Hər gün güzdən park, sən də məndə oynayın. Qalaş, zəhmət olmasa menünü verin də. Qardaş, nə menü görmürsən iclas edirik, laf dağını çıxardmışsın. Zəhləm gedir də belə nağıl müştərilərdə. Biz burada iclas edirik, nə menü? Menüdə yatandan sonra deyəcək yemək gəlir. Bəlkə sənə qulluq eləyək, tətəqə borcumuz var, evdə deyilsən, restorandasın, xoş gəldin. Talih müəllim, Dedim, xoş gəldin sənə. Əsəbləşməyin Talih müəllim, sağ olun. Müştəridir, böyük bir şeysən ha, qulluq eləməliysən. Yaxşı ki, biz bunlarla səbirlə davranırıq. Yox, biz nəsə düz eləmirik. Yəqin müştərilərlə yaxşı rəftar eləmirik, ona görə müştəri gəlir. Ay bəs xala, Sevdagil bura köçürlərsə, bəs Vəfagil harda qalacaqlar? Oy, ay Arzu, başa düşmədim. Vəfagilin harda qalmağını mənim anam niyə fikirləşməlidir alam? Anan yoxdur, fikirləşsin də. Bəsdir, elə bilirsən mən bilmirəm ki, sən Sevdanı bəhanə eləyib, Vəfagili buradan çıxarmaq istəyirsən. Ceyran xala, sən bu söhbəti indi niyə açırsan bacı? Bu söhbəti gərək biz sizə elçi gələndə açaydın. Elçi gələndə deydin. Deydin ki, Arzunun cehizinin üstündə mən də gəlirəm. Qızım da gəlir, kürəkənim də gəlir. Siz nə vaxt bizə düzəməlli elçi gəlmişsə, gələndə də əli boş gəlmişsiniz. Adını da qoymuşsunuz ki, yasdan gəlirik. Yox, onda Sevdagil köçürlərsə bura, Vəfagil də köçsünlər Sevdagilin evinə, hə? Köçsünlər də nə başına dönüm. Mən nə deyirəm ki, köçürlər köçsünlər. Sizdən danışırsınız, sizdən danışırsınız. Qismət sizin kimi elə belə adamzatdır.
Qismətin taleyin evində qalmaqda baxmıyor, ne? Qismət 100 ildə qalıb məhəbbət gilə köçməz. Qismət, hara gedirsən? Məhəbbətlə köçmürük ki. Talih müəllim, mən çox üzr istəyirəm. Görürəm ki, restoranda alver yoxdur. Həm də siz çox ziyana düşürsünüz. Mənim də vicdanım qəbul eləmədi. Ona görə də qərarı aldım ki, işdən çıxım. Sağ olun. Nə demək istədin? Vicdan bilir. Vicdansızdır. Qumru, bir dəqiqə. Oradadır, yəni oradan gelirsən. Başa düşürük vicdanla. Sənin bu vicdan söhbətin, mənə ziyan vurmamaq üçün işdən çıxmaq söhbətin mənim çox xoşuma gəldi. Mən belə jestlərə qiymət verin insanım. Sən öz işinə qayıdırsan, sənin maaşını 50 manat qaldırdım. Buyur, keç. Çox sağ olun. Sən sağ ol. Abbas bir də gidiyor. Sən məndən vicdanlı ola bilməzsən. Mənim vicdanım belə şeyləri götürmür. Bir də mənim vicdanım götürmədi. Mən çıxıram işdən. Alın, gedirik biz. Vicdanımız götürməz. Qumruz. Vicdanımız var bizim. Bu yeməkləri hər gün hazırlayırsan, Ha. Yəni, biz gedirik. Hadi Allah'a emanet. Hoş geldiniz. Yox, yəni bizim vicdanımız götürmür. Yəni, bir şey eləməyəcəksən. Yəni, Ne eləməliyim? pul və maaşımızı artırırsan bir şey. Hansı var? Davay. Basın bayrağı. Basın bayrağı. Hoş geldiniz. Darıxacam sizdən. Soğuqladım. Hoş geldiniz. Vicdan ne vicdan salınsa. Talib Hanım. Bir daha buraya gelin. Bir daha buraya gelin. Ha Ceyran Peti. Ayda. Akombi. Ayda. Atapilenya. Ayda. Ha bu restoran bağlı niye bizi işten kovursan? Ha. İstemirsen müşteriler çok olsun. Olmazsa bir tane qəşəng reklam çəkək. Gör müşteri ne olur da burada. Ha? Ha. Astar. 15 dənə. 15 dənə sonra. Üzlük 10 dənə. Üzlük. Tamam, sonra. Sement 8 dənə. 8 dənə olmaz, 8 ədəd olar. Vallahi birini dənə, birini ədəd yazmışsınız. Bilmirəm nədir. Bu dənədir, bu ədəddir də. Sən sement ədəd olur. Ha, sement ədəd olur. 8 ədəd. Ha. Sonra. O məhəbbət müəllim. Ha. Mətləb gəldi. Hadi gəlsin də gözünün ikisi də aydın gəldi. Onun maşında oturmuşsunuz məhəbbət müəllim. Mətləb gəldi. Nə maşını ki, nə böyük şeydir ki, maşın deyəndə maşın. 50 min qiyməti var məhəbbət müəllim o. Hadi olsun da 50 min qiymətini elə şirtmisən ki, gör ki 50 min görməmiş biz. 50 minin maşın nədir ki? Mətləb indin də 50 mini görür, amma məhəbbət 300 minlik Bentley-də hər gün aparıb çırpıb qaytarırlar. Yenə də mən görmüşəm o 300 minlik Bentley-ni başa düşün, amma indi 50 min hələ indi görür. Məhəbbəti 750 minlik o Rolls-Royce maşının bagajında bir ağzı bağlı, əli bağlı saxlayıcılar. Elə nə danışsın? Mətləb indi 50 minlik hələ maşın görür. Yəni Rolls-Royce oturmuşsunuz da? Oturmuşsan nə də? Mən bagajında da oturmuşam. Mən hələ onun kapotuna kukla kimi də otuzdurublar mən. Nə danışsan sən? Mən də 50 minlik maşından danışdım. Mətləb, xoş gəldin. Həmçə sən gəl. Gördüm də elə sən gəldin. Sənin qabağına yürüm deyə qoymadım. Xoş gəldin sən Bazan abi. Nə yaxşı gəlmişsən? Həmçə sən gəl. Yaman gördün, sevindim. Vəziyyət nətərdir? Sağ olun, salamat. Bu kimdir, işçindir? Məhəbbətin işçiləri çoxdur. Gel 2 dənə çay gəl. 2 dənə ilə? 2 çaynik çay gətir, 7 dənə də stəkan gəl. Bir stəkan mənim qalandı qardaşım. Nə var deyə qardaş, nə yaxşı gəldin? Sağ ol, sən necəsən? İşlərin nətərdir? Şükür Allah, salamatı. Sən də işləyirəm, qazanıram da. Nə məsələdir? Eşitdim qayınların evinə köçsən, 2 kişisən, nə məsələdir? Qayının köçsən deyəndə, eyni mi? Həyatdır da, məni məcbur edir bəzi şeylərə. Mən şəxsən, qardaş yana sən o məsləhət görməzdim. Yəni, baxma da sən özünü tanıyan oğlansan, sən məhəbbətsən. O heç də. Yəni, söz deyərsən, sözün yerə düşər, yeri yox deyək. Məhəbbətin sözü heç vaxt yerə düşmədi, başa düşdün? Məhəbbətin indiyənə ki də süd dişləri düşməyibdi, sən nə danışsan? Yaxşı deyirsiniz, reklam çəkək də, bir dənə reklam eləyək restoranı. Reklam çəkdirmək üçün reklamın senarisi olmalıdır, ideyası olmalıdır. Elə kameranı gəldin, götürdün, çəkdir olmur. Fikirləşməyirək.
Talib müəllim, məndə qəşəng bir ideya var. Nə? Bu ideya əsl reklamlıq üçündür. Deməli, Talib müəllim yuxarıdan kamera çəkir stolların üstünə. Göstərir ki, stolların üstündə qavqaşıqlar qalır. Milçək, mırmığa vış gelir stolun üstündə. Panorama getdim kamera mətbəxə. Mətbəxi göstərir ki, qazanlar çift bağlayır. Hörümçək divarda tor bağlayır. İndi baxmadan reklamlı 5-3 manat xərcləmək lazımdır. İstsən zadalat tullayaq mətbəxə. Qəşəngstanlar qaçışsın, tarkanlar qaçışsın. Belə reklama baxanda adam diksinsin də, bildir. Belə deyil. Sən də çatır xəsisən, bu nə reklam oldu? Talib müəllim, anti-reklam, toji reklamdır, hə? Hələ, anti-reklam. Anti-reklam? Hə? Anti-reklam. Anti-reklam. Bagatır. Anti-reklam. Bagatır. Allah. Bagatır. Bəyənmədin? Talib müəllim, bir ideya gəldi ağlıma. Bəlkə Samir Bağırovu çağıraq restoranımızı reklam eləsin. Desin, gözəl akustika, gözəl keyfiyyət. O, tanımış adamdır, o da bir gözəl reklam. Yox, İsmail. Kudani kuruti elə o da anti-reklamdır. Məhəbbət Sevdanı başa düşməyə çalışsa da, Sevda buna heç cürə imkan vermirdi. Kimdir? Mənəm Sevda, məhəbbətdir. Nə day məhəbbətim? Hadi evimə gəlmişəm, nədir? Qapını aç görək. Salam əzizim. Salam. Necəsən? Çox sağ ol. Kurtkanı çıxart, ay məhəbbətim. Qan çıxardım, eləmi? Mənim gözüm istər. Sən dedin, mən Gözün var çıxardım. olsun. Çoxsa görsən, mən sən bir sözünü heç vaxt şey eləmərəm. Buyur. İndi Aha. kurtkanı as, ay məhəbbətim. Kurtkanı asım, eləmi əzizim? Asmıram kurtkamı, gördün, bax. Aha. İstəyirsən, asma, ay məhəbbətim. Ay məhəbbətim. Nədir Sevda? Qaynana səni yaman çox istəyir. Kakraz ac edim də görüm nə pişirib mənim sevimli qaynanam. Heç nə pişirməyib, ay məhəbbətim. Prosto bəyəkləri mamam dedi ki, səni yaman çox istəyir. Talih müəllim, Kənan emim mənim qonşumdur. Bəlkə ona deyək, reklamına çəkdirək, hə? Ay qız, yaxşı, Kənan ememin yeridir. Talib müəllim, mənim belə bir təklifim var. Deyirəm, gəlin restoranı yandıraq. Onu deyəndə ki, restoranı yandırandan sonra bütün xəbərlər gəlib restoranımızı çəkəcəklər. Bizə də reklam lazımdır. Bundan yaxşı reklam var. Hər gün kanallar göstərir. Bacanaqlar restoranı yandı. Yaxşı, bir dənə şey çatmadı. Bəs bu restoran yandırsaq, bunun təmirlə nə qədər pulumuz çıxacaq? Talib müəllim, əgər noldan yandırsaq, yəni ancaq bu növrələr qalsa, 50 min. Kalsor, sən başı xarabdır. 50 min mən reklam pul vereyim. İdeya yaxşı deyadır, mənim də beynim abatdı. Amma 5 min olsa, bu dəqiqə restoranına benzin töküb od vuraram. Amma 50 min yox. Talih müəllim, bəlkə Kənan emimə çəkdirək, onun yaxşı şiir deməyi də var. Hə qız, Kənarın yeridir. Görsən, burada yaradıcılıqdan söhbət edirik da. Talib müəllim, sağ olun qurban, bir ideya da mənim var. Deyirəm, bax, masanın üstə şam yanır, bir model qızla, bir model oğlanda üzbəyiz oturub şam eləyirlər. Nətərdir? Temir, biraz şablon söhbət. Sağ olun qurbana qumru. Talib müəllim razılaşsaydı, o model qız sən idi, model oğlanda mən neyim, əminə gəlmir. Razılaşmır. Talih müəllim, bəlkə Kənan emimə çəkdirək reklamı. Bilirsiniz necə? Qəşəng şpaqat açırıq ayaqlarını. Şpaqat açır Kənan? Götükünü başlayır. Sonra? Bilirsiniz nə qəşəng şpaqat açır? Şpaqat açır. Şpaqatda oturub şeir də deyir. Ey gözəl afət, bəri bax.
Kənandır. Kənan, onun tərcənəyini ayrı. Sevdə əzim nə oldu? Yemək hazır olmadı. Qarnım quruldu o jajından. Uyay məhəbbət, qarnına şiş batsın. Uje hazır olur. O pencəmin bir tərəfi bir baza toz olmuşdu. Onu dedim təmizlədin. Hə, uje qoymuşam, qaynayır. Nə qaynayır? Qaynadıram da, nə? Nə qaynatsan ha? Belə dur görüm. Sən niyə mən pencəyimi qaynadırsan? Başın xarab olub sənin? Salam aleyküm. Salam qardaşım. Restoran işləmir, bugün reklam çəkdirik. Səviyyəli bir restoran gəlməlidir. Xoş gəldin, xoş gəldin. Talib mənim. Kənan emin budur da. Kənan emin, bilmirəm Kənan emin budur. Özüm zaravat elədim ki, kompromdan Kənan emin tanımıram. Bu deyənə, Kənan emin budur. Ədəsə qardaşım, nə edirsən? İşlər güzel. Bizlərə xəbərlərdə aparmanga baxırıq. Nə işlə başladı bu? Restoran. Nəysə, mən sən yaratıcılığını istəyirəm, xoşuma gəlirsən. Qardaşım, bu reklamın senarisini telefonda danışdıq. Sən dedin ki, məndə ideya olacaq. Sən öz deyəni bir görüm. Ağıl aldın. Demək, deyə belə talib mənim. Hə, bir yaxın dursan, bəlkə bir şey ağıl aldın da bu. Tanınmış simalardan, Hollywooddan, məsəl üçün də, indi. Monica Bellucci, Demi Moore, başqa-başqa xarici ölkələrdən tanınmış modellər. 4-5 dənə model gəlir, model qız. Zəngləşirlər orada, görüşürlər, minirlər tayyarıya, gəlirlər Bakıya, Bacanaqlar kafesində otururlar, yeyirlər, içirlər. Belə, sənə sağlığa. Dolu reklam. Bu? Qəşəydir, ha? Yox, Kənan qardaşım, biraz bayağı oldu bu. Siz nə fikirləşirsiniz? Yine şit şey istəmirəm. O 5 dənə model gəldi, burada hırraşdılar, dedilər, güldülər. Laf mən səviyyə üçün onlara piti verdim. Piti ilə tam səviyyə olmuyor. Ben istəmirəm tək yeməkdə səviyyəni verəm. Bu gələn adamın da səviyyəsi olmadı. Yoxsa 5 dənə model mən... Yox, deyil. Piti, səviyyə, piti, dünya standartları. Yaxşıdır. Və siz nə fikirləşirsiniz özünüz? Məndə var. Yəni, yüksək bir şey beynimə gəlib. Başka bir seviye, tamam ayrı bir şey. Bilmem bunu maddi imkanlı çalıyacaq. Elə bir restoran giriş qapısı açılır. Birinci kadra qoyun girir. Dalınla Teymur'da boynuna tutup biz de hamımız ondanla zurnayla girir. Başlayırıq oynamağın. Qoyun bizə qarşılır, biz qoyuna qarşılır, burada oynuyoruz. Girdi içeri. İçeride Qumru xanım üzerliklə tüstü yaradı. Burada tüstü. Milli kalaritdən, bəli. Onun da dalından şarlar tökülür. Düşürük şarların dalına parta. Kimin nəyi var onu qoyur orada. Bəli. Partladırıq. Hala səviyyə üçün boynum boğazda qırmızı babskara bağlayıb. Sən elə gəlmir ki, mənim bu bir qoyunum sənin o 5 dənə modelindən daha səviyyəli oldu. Ölürəm, nə yazımda. Çörək də ver. Çörək yox day məhəbbətim. Əgər elə acmısansa, düş ged aşağıdan çörək al, gəl yumurta ilə ye. Bunu bayaq gələndə deyərdin də. Zəng elədim ki, ay sevdim, nə lazımdır alım gəldi. Dedin, eşinin lazımdır, hər şey var. Bayaq özüm sana demədim ki, dedim birdən inanmazsan. İndi gətdim özüm yeməyi sən qabağına qoydum ki, sən həqiqətən də inanasan ki, evdə çörək yoxdur, qutarım. Acı vaxtında mənim beynimi xarab eləməlisən də. Ona görə də bilsən nə var Sevda? Alıver bu yeməyi sən Şıxəli baban yesin. Bu, ay məhəbbətim, Şıxəli babama niyə verirəm ki yeməyə? O sənin qismətindir. Mən nə qələt elədim axı təzdən bu evə gəldim. Bu şey niyə belə eləyirik?
Vafa, ev rahatdı mı? Ay qız, əla ev deyə əla. Deyirəm ki, adamın elə evi olsun. Olar inşallah. Qəşəngdir. İnşallah. Ay Arzu, dünən qismət deyir ki, görəsən Arzu Talihdən xahiş eləyə bilər ki, evi keçirsin qismətin adına. Ay Vafa, ev məhəbbətindir. Birdən sabah məhəbbət evinə qayıtmaq istəsə, onda qismət üzümüzə dayanmaz ki, ev mənim adımadır. Düz deyirsən, bilmək olmaz. Ona görə deyirəm. Onda belə eləyəsin də, keçirsin mənim adıma, hə? Mənim adıma keçirsin. Quşum, bana qismət xeyirdir mi, hə? Mən sənin məhəbbətin evinə köçürdüm ki, sənin üzünü görməyim. Bu nə də səhər gün orta axşam yeməyini bizdə yeyirsən. Xeyirdir mi? Nitvo sibi? Zrasti! Zarova! Deyək ki, sən nə olub, İtaliya evinə qonaq gəlmiş işdən, hə? Elə bilirsən, mənə xoşdur hər səfər səni görməyə. O, məhəbbətin evinə də hələn sinişə bilmirik də. Hə, sinişəmirsən lan məhəbbətin evinə. Onda belliyək də qismət. Sən 5 müşünü götür məhəbbətin evindən. Təzdən köş bura, burada da şələşülən yıq, bas bayram mənim evimdən. Xoş gəldin, xoş gəldin. Xətir qədədim, eləmi? Nafa, ərqə köməyilə xətir qədədim. Bacana, xətrimə gedər ki, hədi bacanağa bas bayra sözü demək normal bir şeydir, adi bir sözdür. Burada nə var ki, hələ mən sənin yerim olsaydı... Mənim yerim olsaydı, mənim yerim olsaydı, çıx, boynuma çıxa, danışı, sən kimsə gəl mənim yerim olasan. Nitsivotsin be, nə deyil ha bu? Əsəbləşmə, Tali, əsəbləşmə, çay içsəm mi? Sənin anan da, qardaşı İşqabilə babandan eyni adamlar başa məni özündən yalandan şey eləməyə burada. Mənim beynimi göndərmə. Mən bunları barışdıram, bunlar yenə dalaşır, şək içdiyim yerdə. Bezdim bu evdə, bak konsentrli çıxıb gedəyim. Məhəbbət, sənin sözündən belə çıxır ki, mənim Şıxalı babam dovşandır. Sən özün demədin ki, Şıxalı babam sirkdə dovşan işləyib. Şıxalı bir dənə dovşan deməmişlər, onu da dedilər. Gedib sirkdə, o boyda sirkdə özünə başqa iş tapmadın. Ləkə çəkməsin bizə. Talih bilsə ki, sən mənim Şıxalı babam haqqında belə sözlər deyirsən, sənin başına itin oyunun açacaq. Sevdə səsin başıma düşür, özdə məni də heç kimdən qorxurma, başa düşdür. Mən qorxan oğlanda öləm, başa düşdür məni. Nə olar məhəbbət? Mən indi gedib hamısını Talihə dəyişəm. Qulağım cingildə də, yercə kimə deysən de, lap ki, Şıxalı baba nə dənə, yercə. Gedirəm deyəmir. Deyəm düşüb də kimə deyəm, kimə lap ki, Şıxalı baba qədər. Belsin bunlardan. Nətərsiz? Xoş gəlmişsin Aman, buyurun. Ağsaqqalanı gəlsin, bir dənə baxaq, reklama montaj eləmişəm. Ağsaqqal elə yoxdur. Sağ ol Rəyəm qurban, tam olsun indi gələr. Ay Kenan, o reklamdakı mən qumru ilə rəqs eləyirdim. Orası düşür. Əlbəttə düşür. Düş sağ ol Rəyəm. Atam, mən orada vandama salam göndərdim. O düşür. Düşüb səssiz qalırdı, əla düşübdür. Canan qardaş, o reklamda mənim qızıllarım samballı düşür. Ayıb deyil, pal-pal parıldayır. Mümkünsə onun adında qiymətini də yazarsınız da. Yazarım. O reklamda mənim yıxılmağım düşür. Düşmüşdə çıxartdım. Hə, onu yaxşı elədim. Çox sən, yəni o düşməsin də. Narahat olma. O reklamda mən xas var, badalıq verirəm, donmalaq aşığa. Onu çıxartmamsa. Şit idi, biraz indi talih gəlsin, baxarıq da, baxaq məsələ. Yox, çıxartmam, mırt deyə ondan biraz qovadı, reklam ləzzət olacaq. Yaxşı, yaxşı, talih gəlsin. Onu məzum amidlər var. Az bəstirin. Az niyə o məhəbbətinə yola getmirsən? Az niyə qırırsınız bir-birinizi bala? Oxşamadın da bana. Bana oxşamadın, oxşamadın. Mənim ərim hər gün məni döyürdü, öldürürdü. Amma mənim anamın bu hadisədən xəbəri olmurdu. Bala, niyə yola getmirsiniz? Uyayım ama. Bəs sən demədin ki, atam səni döyən kimi qardaşlarım da yığışıb gəlir mənim atamı çırpırdılar. What? Düz deyirsən. Bax, mənim qardaşlarım gəlib mənim ərimi hər gün döyürdülər. Gənə də mənim anamın bu hadisədən xəbəri olmurdu. Az yola verin, ana bir-birimiz az. Görsən, sənə dedim ki, birinci mənə ələ verək, bunu yox. Üstünəz, mənim ərim olsaydı, heç gör bizim dava dalaşdan xəbər tutacaqdın mı? Bax, qədər tutacaqdın mı? Kiraz
günləri səni mən geyindirmişəm, kecindirmişəm, özümlə aparmışam toya. Ki, Elçin müəllimin arvadı səni bəyənsin, oğlunu alsın. Sən məni xəcələt elədin, sən mənim başımı bax belə aşağı elədin, utandım. Ama mən neynədim axı? Neynədim də? Sən özün demişdin ki, toyda elə bir hərəkət eləginən ki, Ölçü müəllimi yoldaşları diqqəti səndə olsun. Mən də elədim də. Mən elə deməmişdim. Sən toya girən kimi çəkmələrini soyundun, əxyalın düşdün ortalığa, başladın kokocan oynamağa. Ay mama, mən neyniyim, nətər eləyim? Səhər məhəbbət gəlir ki, yemək ver, verirəm. Günorta gəlir deyir ki, yemək ver, verirəm. Axşam deyir, yemək ver, gənə verirəm. Mən nağarmı? Bezmisən elə? Təmiz bezmişəm. Mən də bezmişəm, mən də bezmişəm. Ay mama, bezmişsən? Deyirəm, nağayraq, nətər eləyək? Ağlıma bir ideya gəlib. Gəbər gör, gəl. Deməli, heç kimin xəbəri olmadan elə ki gecə düşdü, gördün belə məhəbbət yatıbdı. Talehin işçiləri talihə əzab əziyyət, istirab çəkdirə-çəkdirə axırda reklam da çəkdirdilər. Talih, ürəyim nətərdir? Bu nə reklamdan sayılsın? Bu nədir? Bu nə səviyyəsizlikdir? Bir tane qoyundan başqa qalan hər bir şey səviyyəsi. Bu nədir? Bu nədir? Şimdi nətərdə elə də düşüb da neynim, hə? Başa düşmədim. Bu nədir? Hala buna bax, ünvan yerinə bax. Yüksək xidmətli, yüksək keyfiyyətli yeməkləri ilə şöhrət qazanmış Anadolu restoranından sağa dönəndə akustika çələngi, Kübra Şadlıq Sarayından sağa dönəndə Lətif Şadlıq Sarayı, Lətif Şadlıq Sarayının tinindən 2 davan o tərəfdəki yeməkləri ilə səs salmış Kötəyə restoranının, Kötü restoranının üzbəüz kafe restoran. Bu nədə? 5 tane 6 tane restoran açaymışlar. Tapmadan tərbiyəsi yoksa Bacanaqlar restoran adını çəkərdim da. 40 saniyə danışmışıq da. Bacanaqlar desəydim orada 42-43, neyiniyim? Bu nə nömrədə? İşlamayan nömrə nə vurmuşsan bura, ha? Xeyirdi mi? Namaz kimi xarab eləyirsən, sən verdin, mən də yazdım. Mən o nömrəni vermişdim ki, reklamdan sonra pul söhbət eləyəndə ona zəngəlik şabiyyəsən söhbət qutara da. Nə gün də sənə ideyanı sən vermişsən, mən də çəkmişəm. Davaya pulu gəl, hə? Biri qırıq çəkil, hə? Nə pulu, hə? Sən mənim çivasimi çortpa biri. Sən mən yaşlanmışsan. Hoş gəldin. Abbas, nə deyir, hə bu? Pulu gəl, hə deyirəm, hə? Dimdik. Nə deyir bu? Mən nə bilim, o tanımadım. Mən sənə söz deyirsən ki... Abbas, nə deyir o? Nə deyir bilər, talih mənim, nə deyir bilər? Nə deyirsən? Abbas, nə deyir o? Talih mənim demir, görsədir. Ağıllı ol, get yervə, geri. Ya bir dəqiqə, qardaş dayan, burada bir sənə zaravat eləmişsən də. Nə olur ya, bu nə oyunlardan çıxırsan, ha, pula görə? Pulu gözləyirəm. Hə, qulaq, sən foyada gözlə, pulu yatırır, yatadan qalın. Talih mənim sus. Onu suza deyir, onu su verir, biləcəlli ol. Bu nədir, ay qumru, qadınım, buydu, səhərli soru. Bunu öldürmüşdü. Qulaq sən, mən gəlinə kimi reklamsa söhbət bağlandı. Bura müştəri yığın. Bezmişəm sənin əlindən. Sən hamını bezdimsən. Məni də bezdimsən. Talihi də bezdimsən. Mamı da bezdimsən. Sən hamımızı bezdimsən. Sən özünə nə söyləyərik? Xəyalə güldü də. Ay Arzu, heç olmazsa. Elə mırt tutun sən. Bagajına mən kukula kimi kapotuna qoyublar məni. 130 binlik maşını gedir, motosikletlə, drangletlə dəyişib gəlib. Nətər talih mənim? Qulqış, ondan çıxana kimi biz öləşi yeri, sən xəttəsən, bir dur, nifətə kimi. Etibar, ya, konsertin qavar ya, İstanbul. Bu nə
reklamda. Ben sırf sevgiyen reklam dedim. Bunu boyundan başka bir şey yok. Kalan her şey sevgiyesi şeyler. Söhbətimiz